Deyir bir məmləkətdə içki içmək qadağan imiş. Orada içki içmək olmazmış. Üç tane dost olur, bunlar oturup bir yerdə başlayırlar yeyib içməyə. Nəsə bunlar yaxalanırlar. Bunları tutub gətirirlər qazinin yanına ki, bəs bunları biz içki içərkən tutmuşuq, bunlara nə cəza verək. Qazı deyir ki, bunların hərəsinin arxasına 100 şallaq vurun, bir istək arzusu verin. Bəli, bunlar da götürürlər bunları, gətirirlər, deyir, birinci dosta deyirlər ki, sənin istəyin nədir? Deyir, mənim arxama balon bağlayın, sonra 100 şallağı vurun. Bəli, gətirib bunun arxasına bir dənə balon bağlayırlar, şallaqlamağa başlayırlar. 40-cı şallaqda bu balon partlayır, 60 dənə şallağı yeyir bu. Sonra ikinci dostu çağırırlar ortaya ki, sənin istəyin nədir, sənə nə cür cəza verilməsini istəyirsən? Deyir, elə mən də o birinci dostumun dediyi kimi, mənim də arxama bir balon bağlayın, sonra şallağı vurun. Bəli, gətirirlər bunun da arxasına bir balon bağlayırlar, başlayırlar şallaqlamağa. 30-cu şallaqda bu balon da partlayır, 70 dənə də şallaq bu yeyir. Sıra çatır üçüncüyə. Üçüncüyə deyirlər ki, sənin 2 istək arzun var, 100 dənə də şallağın var. Deyir, buyur görək birinci istəyin nədir? Deyir, mən birinci istəyim ondan ibarətdir ki, mənə 1000 dənə şallaq vurasın. Ay, deyirlər, sənin başın xarabdır, dəlisən, manyaksan, nəsənsən. Ay, sən 1000 dənə şallağa dözə bilərsən. Sənin yoldaşların 100 dənə şallağa dözə bilmirlər, sən 1000 dənə şallağa necə dözəcəksən? Deyir, qardaş, mən deyirəm, mən istəyirəm, mənə 1000 dənə şallaq var. Deyirlər, yaxşı. Bəs ikinci istəyin nədir? Deyir, ikinci istəyim odur ki, mənim o ikinci dostumu bağlayın mənim arxama, sonra şallağı vurur. Deyir, qardaşlar, deyir, can hər şeydən şirindir. Lazım gələndə görürsən canından ötürü, dostunu da güdaza verirsən. İndi özünüzə elə bir dost seçəndə, elə dost seçin ki, daha şallaq sizə dəyməsin. Sağ olun. Allah sizi xoşbəxt eləsin.